Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bakı şəhərinin Sabunçu və Suraxanı rayonları arasında yerləşən istismar müddəti bitmiş qəzalı binalar söküləcək. Əldə etdiyimiz məlumata görə söküntü işləri Babək küçəsi ev 23 ünvanında, Frunze küçəsi ev 16 ünvanında, 6-cı Mədən küçəsi ev 38 ünvanında, Məmməd Əliyev küçəsi ev 32 ünvanında və Xanlar Ələkbərov küçəsi ev 87 ünvanında yerləşən istismar müddəti bitmiş qəzalı binaları əhatə edəcək. Məlumata görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki ərazi tikinti planlaşdırma mərkəzi söküntü işlərinin təşkilini layihə smeta sənədlərinin hazırlamasıyla bağlı hazırlıqlara başlayıb. Dövlət Qurumu sözügedən xidmətinin alınması üçün 64.298 manat 41 qəpik pul ayırıb.